Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib. Bölgə TV Oxu istinadən xəbər verir ki, rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub. Cütlüyün birgə nikahdan 2 az yaşlı övladı dünyaya gəlib. Onlar 2018-ci ildə boşanıblar və məhkəmə hər uşağa aylıq 250 manat olmaqla ümumilikdə 500 manat aliment ödənilməsinə qərar verib. Lakin Seymur Quliyev müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınıb. Nəticədə qadın övladlarının alimenti ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarından keçirdikləri tədbirlərin nəticəsində Seymur Quliyev saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Beyləqan rayon məhkəməsindən keçirilən prosesdə məlum olub ki, Seymur Quliyev ümumilikdə 31 min manat məbləğində aliment borcu yaranıb və bu borcu ödəməkdən imtina edib. Məhkəmənin hökmü ilə Seymur Quliyev 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Fikrət Qəlimli, BTV.